Bir daha salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Söz verdiyim kimi ikinci videoda da sizə bakalavrın elektron ərizəsi ilə bağlı bir video çəkəcəm. Sadəcə qeyd etmişdim ki, ikinci videoda mən xarici dil müəllimliyində oxuyan tələbələr üçün bakalavrın elektron ərizəsinin doldurulmasında diqqət olunmalı olan incə məqamları qeyd edəcəm. Sürətli şəkildə bir tələbənin qeydiyyatını həyata keçirdəcəm. Yəni əsas birinci videoda qeyd etdiyim hissələri biraz daha sürətli keçməyə çalışacağam. Demək, yenə də ənənəvi qaydada Dimqova saytına daxil oluruq. Burada baxın, magistratura başlıqlı iki pəncərəmiz var. Bizə bakalavrın elektron ərizəsi qeyd olunan pəncərə lazımdır. Ora daxil oluruq. Daxil olduqdan sonra yenə burada daxil ol istəyir bizdən. Bakalavrın elektron ərizəsi səhifəsindən xoş gəlmişsiniz. Daxil oluruq ora. Dərhal tələbənin fin kodunu yazırıq. Mən fin kodunu daxil edəcəm. Qeydiyyatdan keçirəcəyimiz tələbənin deməli 25 HP. Sonra növbətini baxırıq. Oradan bizdən parol istəyir. Mən parolu burada qeyd edirəm. Avtomatik qeyd elədim və daxil ol düyməsinə baxıram. Daxil ol düyməsinə basdıqda baxın qeyd olunub. Magistratura birinci cəhd qəbul imtahanına qeydiyyat təsdiq edilməyib. Biz ora daxil oluruq. Aha, tələbəmizin artıq kabineti açıldı. Yəni biz artıq tələbənin məlumatlarını daxil edə bilərik. Diqqət isə tələbənin açılan səhifəsində yuxarı sağ tərəfdə 50 AZN məbləğ görsənir. Çünki biz artıq hesab saytından tələbənin hesabına 50 AZN köçürtmüşük, yəni görsənir. Hesab saytından da mən birinci videoda onu izah eləmişdim, necə artırırlar balansı. Yəni bu hesabı 50 manatı necə köçürür. Çox rahatdır, girirsiniz hesabaza, orada aşağı təhsili seçirsiniz. Sonra sizdən həm kabinetlə qeydiyyat edə bilərsiniz, həm fin kodla, elə fin kodla gedirik deyə prosesi fin kodu seçdik. Orada 50 AZN daxil edirsiniz, sonra kart məlumatlarını daxil edirsiniz, bitmə tarifi, CVV kodun və 16 rəqəmli kodu. Ondan sonra telefonunuza təbii ki, kart hansı telefona bağlısı, o telefona 4 rəqəmli kod gəlir. O kodu ora daxil edəndən sonra avtomatik qayıdırsınız bu ərizə formasına. Baxın, bu səhifəyə bir dənə səhifəni yeniləyirsiniz. Səhifəni yeniləyəndə artıq o 50 AZN sizin balansınızda görsənir. Yəni belə qeyri-adi bir şey yoxdur ki, onu mən birinci videoda izah eləmişəm. İndi tələbəmizdə artıq 50 AZN var, işimiz biraz da rahatdır. Hətta orada biz birinci videoda şəxsi kabinetlə e-kabinet.gov.az-a daxil olub, orada da bəzi şəxsi məlumatlarda lazım olan məlumatların yeniləməsinə bağlı danışmışdım ki, indi mən tələbənin şəxsi məlumatlarına girirəm. Baxın, tələbəmizin adı Şəhzadə Vali, doğum tarixi qeyd olunub, şəxsiyyət vəsiqəsi qeyd olunub, qeydiyyatda olduğu məntəqə, vətəndaşlıq. Bunlar zaten böyük əksəriyyətimizdə eyni olur. Şəxsiyyət vəsiqəsinin bir dəyişmə ehtimalına diqqət eləməlisiniz. Bir də faktiki yaşayış ünvanı. Baxın, tələbə qeydiyyatda olduğu məntəqə Qubadlı rayonudur, lakin faktiki yaşayış Sumqayıtdır. Bəli, tələbə də özündən də danışmışıq, məlumatı var ki, Sumqayıt şəhərində imtahan vermək istəyir və biz o faktiki yaşayış ünvanını elə olduğu kimi saxlayırıq. Əgər desək ki, yox, məsələn, mən imtahan günü 16 fevral Gəncədə oladam, Gəncədə vermək istəyirəm, biz girib e-kabinetdən onun yenə də şifrəsini və parolun, yəni orada bizdən istədiyi şifrə, fin kodun yəni yazırıq və ardınca parolu daxil edib, yəni kabinetdə orada əlaqə məlumatları bölməsinə yuxarıdan ikinci başlıqda girib, onun mailin də yoxdursa mail əlavə edə bilərik. Var idi bizim tələbəmizin maili, baxın elektron post aşağıda və mobil nömrəsi var. Mobil nömrə dəyişibsə onu qeyd edə bilərsiniz. Baxın, bu punktları mail, mobil nömrə, şəxsiyyət vəsiqəsi və faktiki yaşadığı məntəqə. Bunlara diqqət etmək mütləqdir. Çünki bu qalan şeylər dəyişmə ehtimalı çox aşağıdır. Ən çox bu məsələlərdə biraz sıxıntı yaranır. Onlar da dediyim kimi şəxsi kabinetinin əlaqə məlumatlarından və yaxud da şəxsi məlumatlardan hansı məlumat harada yer alırsa oradan girib dəyişirsiniz. Şəxsiyyət vəsiqəsi də tələbəmizin doğrudur, faktiki yaşayış ünvanı da doğrudur, nömrəsi də doğrudur və elektron post ünvanıdır. Kimsə bunun hansı yeniləmək istəyirsə e-kabinetdən girib, dediyim kimi, yeniləyəndən sonra yeni telefonla kod gəlir, orada qeyd elədiyi kod telefon nömrəsinə həmin o kodu ora daxil eləyir və artıq o məlumatlar yadda saxlanılır. Amma bəzi məlumatlarda heç nömrəyə koda gəlməsinə də ehtiyac yoxdur. Avtomatik yadda saxlanır və girirsiniz, yenə qayıdırsınız bu ərizə səhifəsinə, indi gördüyünüz səhifəni yeniliyirsiniz, bu məlumatlar da yenilənir.
Və burada tələbənin şəxsi məlumatlarında hər şey qaydasındadır. Ona görə keçirəm ali təhsil bölməsinə. Ali təhsil bölməsində bakalavr təhsil haqqında məlumatda daxil oluruq. Seçin yerinə. Bunları mən birinci videoda qeyd etmişəm. Azərbaycan Respublikası ərazisində yerləşir. Yəni oxuduğumuz təhsil mərkəzi davam etdiririk. Və burada gəlib tələbəmiz haqqında məlumat. Şəhərstad fəaliyyəti Azərbaycan Dillər Universitetində oxuyur. Xarici dil müəllimliyi ingilis dili üzrə. Aha. Və ödənişli əsaslar. Hamısı qeyd olunur. Biz bunu seçirik. Baxın, seç işarəsini vururuq. Seç vuranda burada belə bir pəncərə açılır. Bizim tələbəmiz xarici dillərdə oxuyur, ingilis dili müəllimliyi. Xarici dil müəllimliyində oxuyur, ingilis dili üzrə. Və o tələbələr ki, dillər üzrə oxuyurlar, hansı dil üzrə oxuyurlarsa, onlar seçsəndə belə bir pəncərə açılacaq. Və burada ixtisaslaşma dili bölməsi var. Fars, ərəb, alman, fransız, ingilis, Azərbaycan, türk, rus. Siz xarici dili, hansı dillər üzrə oxuyursunuz, xarici dil müəllimliyi, hansı dil üzrə oxuyursunuzsa, ixtisaslaşma, yəni bu demək ki, siz o üzrə ixtisaslaşmısınız. Mütləq şəkildə onu seçməlisiniz. Yəni, hansı dil üzrə oxuyursunuzsa, onu seçməlisiniz bu pəncərələrdə. Açılan pəncərələrdə Yapon, İbri, İtalyan, İspan, Yunan, Çex, Polyak, Bolqar, Ukrayna, Çin, Koreya, Erməni, Latın, Gürcü, İvrit, Yunan və yaxud da qeyd edədiyim bütün dillər var. Bizim də tələbəmiz xarici dillər üzrə, ingilis dili üzrə təhsil alır deyə, ingilis dili müəllimliyi, biz buradan ingilisi seçirik. Yəni, ixtisaslaşma o demək. Yəni, oxuduğunuz təhsil xarici dillər üzrə, okey, hansı istiqamətdədir, onu seçirsiniz. Seçdik ingilis. Vəssalam, başqa heç bir məlumata ehtiyac yoxdur, yadda saxla buyurur. Artıq bakalavr məlumatları yerləndi. Baxın, qeyd olunub burada hamısı, ixtisaslaşmanın altında ingilis qeyd olunub. Tələbəmiz xarici dil müəllimliyi oxuyur, dillər üzrə ixtisaslaşma, yəni hansı dil üzrə? İngilis dili üzrə. Daha sonra magistr təhsil haqqında məlumat istəyir, eyni onun altında bakar. Ora daxil oluruq. Burada qeyd edirik tələbəmizin bizim magistr təhsil olmağına görə yuxarıda 3 dənədən birincini seçirik. Magistr təhsilim yoxdur və onu da yadda saxlayırıq. Artıq tələbəmizin təhsil məlumatları, ali təhsil məlumatları da bitmiş sayılır. Daha sonra gedirik imtahan, 3-cü şəklin altında olan 3-cü hissə, yəni imtahan bölməsi. Orada da imtahana qeydiyyatdan keçin. Və ən ciddi, ən çox diqqət etməli məqamımız bu hissədir ki, tələbənin bölməsi xarici dili və aşağıda qeyd elədiyimiz o qeyd olunan o qara hərflərlə qeyd olunan məlumatları əsasən onun altında olan bölməni də biz düzgün seçməliyik. Baxın yoldaşlar, imtahan hissəsində açılan bu səhifədə verilən 3 bölmə var ki, bunlarda maksimum diqqətli olmaq lazımdır. Əsas da qeyd elədiyim kimi dil müəllimliyində oxuyanlar, xarici dil müəllimliyi, fərqli dillər üzrə oxuyan tələbələr bu hissədə daha diqqətli olmalıdırlar. Bizim tələbəmiz xarici dil müəllimliyində oxuyur və ingilis dili istiqaməti üzrə, yəni ixtisaslaşma ingilis dili üzrə. İlk öncə bölməyə müraciət eləyir. Bölmə hissəsinə baxın, açıram biz Azərbaycan və rus bölmələri seçin. Burada demin kiçik bir xətasıdır. Seçin hissəsinə vuranda seçinin özü də bir seçim kimi çıxıb bizə. Baxın, seçin Azərbaycan, rus. O seçini seçməyəcək. O sadəcə başlıqdır. Özü də bir seçim, seçənəcək kimi bizdə görsən, yəni bizdə 3 seçim görsən, amma o seçin hissəsi bizə aid deyil. Biz ya Azərbaycan, ya rus seçməliyik. Bizim tələbəmiz Azərbaycan bölməsində oxuyur. Yəni bizdə zaten Azərbaycan və rus bölmələri var. Tələbəmiz Azərbaycan bölməsində oxuyur və magistratura təhsilini də Azərbaycan bölməsi üzrə davam etdirmək istəyir. O yüzden Azərbaycan bölməsini seçəcək. Burada ola bilər tələbə Azərbaycan bölməsində oxusun və magistratura təhsilini rus bölməsi üzrə davam etdirsin. Bu kimi hallar da ola bilər. Lakin 99% hallarda mən daha çox rast gələn hal üçün bir videonu çəkirəm. Tələbəmiz Azərbaycan bölməsində oxuyur və Azərbaycan bölməsi üzrə də magistratura təhsilini davam etdirmək istəyir. O zaman Azərbaycanı seçirik. Gəlir ikinci hissəyə. Burada yazıb xarici dil. Xarici dili açanda burada İngilis, Fransız, Alman, Ərəb, Fars, Rus, yəni magistratura imtahanında düşəcək o 25 sualı hansı dildən vermək istəyir həmin o imtahanı, cavablamaq istəyir o sualları.
Burada təbii ki, açılan bu dillərin hamısını tələbə seçə bilər. İstənilən birini seçə bilər. Yəni, İngilisi də seçə bilər, eləcə də digər dillər. Lakin bir kiçik qadağalar var. Əgər tələbə burada İngilis dilini seçəcəyi halda, yəni öz ixtisaslaşma dilini seçir. Ki, bu üzr ixtisaslaşır və bu dili seçir. İndi ola bilərdi Rus dili müəllimliyi burada Rus dilini seçmək, yəni ekvivalentdir. Tələbəmiz İngilis dili müəllimliyi üzrə ixtisaslaşıb və burada əgər İngilis dilində imtahan vermək istəyirsə, yəni o 25 dənə sualı İngilis dilindən yazmaq istəyirsə, yəni istəyirsə işi biraz rahat olsun, belə deyək, o zaman aşağı bölmədə o qara hərflərin da o hissəni oxumuram. Hansı ki, o problem məhz bu danışdığımız tələbə və buna oxşar tələbələrin ixtisasları buna oxşar tələbələrə aiddir. Əgər buradan İngilis dilini seçsə, aşağıda olan punktda artıq tələbə İngilis dilini seçdiyinə görə öz ixtisasını davam etdirə bilməyəcək. O zaman o pəncərəni açanda orada çıxır, yenə seçim bir bölmə kimi görsənir, biz onu seçmirik. Orada çıxır İngilis və seçmirəm. Və tələbə təbii ki, öz dilini seçdiyinə görə, ixtisaslaşma dilini seçdiyinə görə tələbə öz ixtisasını davam etdirə bilməz. Avtomatik tələbə orada seçmirəm düyməsini vurmalıdır. Bu nə deməkdir? Bu demək ki, tələbə İngilis dili üzrə ixtisaslaşmış bu tələbəmiz xarici dil kimi, yəni o 25 sual İngilis dilindən götürəcək və öz ixtisasına, İngilis dili müəllimliyi ixtisası 40-cı proqramdır, səhv xatırlamıramsa, yəni öz ixtisası üzrə olan ixtisasları magistraturada seçə bilməyəcək. Ancaq digər ixtisasları seçə biləcək. Ora ən çox təbii ki, tələbələrin böyük əksəriyyəti nəzərdə tutur. 56 MBA proqramın, orada var əlavə olaraq 27-ci proqram. Yəni bəzi proqramlardan bu ixtisas seçimində ixtisaslar dəyişir. Məsələn, əvvəlkilərdə 22-ci proqramdan da bəzi ixtisaslar seçə bilir. Qısası, bu seçim, bax bu üçlü seçim o deməkdir ki, tələbə xarici kimi təhsil aldığı bakalavr təhsilinə uyğun ixtisaslaşma dilini seçdikdə öz ixtisasını davam etdirə bilmir. Aşağı hissədə mütləq o seçmirəm vurmalıdır. Yox, əgər tələbə, məsələn, tutaq ki, elə bizim bu valih tələbəmiz Azərbaycan bölməsini seçəndən sonra o İngilis dili müəllimliyin oxusa da, xarici dil kimi ola bilərdi, desin ki, mən Rus dilini götürmək istəyirəm. Yəni o 25 sualı Rus dilindən cavablayıram. Bu halda nə olacaq? Bu halda tələbə aşağıda yenə də ona seçmirəm və İngilis dili seçimləri yaranır. İkisini də seçə bilər. Bu dəfə Rus dilini seçib, aşağıda seçmirəm etsə, bu zaman yenə tələbə öz ixtisasına vermir. Yəni, seçmirəm qeyd eləməklə tələbə yenə də digər ixtisaslara, dediyim kimi 56, 27-ci proqram pedaqogika, 56-cı proqram MBA və dediyim kimi bəzi digər proqramlardan da bəzi 1-2 ixtisası seçə bilir. Yəni, hər bu sistemdə biraz dəyişiklik olunur deyə, bunu tam dəqiq belə demək olmur. Yəni, bu hal Azərbaycan, Rus və seçmirəm etməklə tələbə baxmayaraq ixtisaslaşma dilini ixtisaslaşma dilini seçməyib, başqa dil seçib, yenə də bu tələbə bu haldan aşağıda seçmirəm qeyd etməklə yenə də öz ixtisasından imtina etmiş sayılır. Öz ixtisasından başqa digər ixtisasları seçir. Ona görə əgər tələbə Azərbaycan bölməsində oxuyan bu tələbə xarici dil kimi ixtisaslaşma dilini seçmirsə, yəni məsələn İngilis dili üzrə ixtisaslaşıb, İngilis dilini seçmirsə, burada Rus dilini seçirsə, o zaman yaxşı olar ki, aşağıda elə İngilisi qeyd eləsin. Bu hal nə baş verir? Bu hal tələbənin imkanlarını daha da genişləndirir. Zaten tələbəmiz öz ixtisaslaşma dilini seçmir. Öz ixtisaslaşma dilini seçməyib, Rus dilini seçmir. Aşağıda İngilis seçməklə, yəni öz istiqamətini seçməklə bu üçlü nə deməkdir? Bu halda tələbə artıq öz ixtisaslaşma dilini seçməyib, aşağıda İngilisi seçməklə həm öz ixtisaslarına vermiş olur, həm də ki, digər verəcək bütün ixtisaslara verir. Yəni, mümkün olan bütün variantları ixtisas seçimində edə biləcək. Yəni, bax, bu məqamlara diqqət etmək lazımdır.
Burada tələbələr bəzən nəyi qarışdırırlar? Deyirlər, məsələn, mən müəyyən bir ixtisasda oxuyuram, amma tədris ingilis dilindədir. Tədrisin ingilis dilində olması heç bir təsiri yoxdur sizin burada xarici dil bölməsində rus, ingilis seçməyinizə. Yəni, tədris ingilis nədir? Lap gözəl. O sizin avantajınızdır. Yəni, dil olaraq ingilis dilini seçə bilərsiniz. Yəni, ən azından ingilis dilində təhsil alırsınız, bazanız var. Bizdə yalnız bu aiddir Azərbaycan və rus bölmələrinə. Mən də əksər hal üçün izah elədim bu prosesi Azərbaycan bölməsi üzrə. O da rus bölməsində də bəzi incə məqamlar var, Azərbaycan bölməsində bəzi incə məqamlar var. Amma ki, əsas tələbələrin ən çox sıxıntı, ən çox problem yaşadığı bax bu bölmədir. Dövlət İmtahan Mərkəzinin bu sistemin yeni olduğuna görə mən burada hər bir şeyi detallı izah eləməyə çalışıram ki, siz heç bir çətinliklə üzləşməyəsiniz. Yalnız Azərbaycan və rus bölmələri var. Tədris ingilis dilində alırsınızsa lap gözəl. Onun bura heç bir aidiyyatı yoxdur. Ümid edirəm hər şey aydındır. Bir də bir sıxıntı yoxdur. Bizim bu tələbəmiz də ingilis dili üzrə ixtisaslaşıb, ingilis dili müəllimliyi üzrə. O yüzden tələbəmiz istəyir ki, xarici dil kimi ingilis dili seçsin. Biz burada ingilisi seçirik və təbii ki, o ixtisasına verə bilmir. Hətta yoldaşlar, bu sistemdə yeni bir sistemdə müsbət tərəf nədən ibarət? Əgər siz burada yadda saxlavırsanız, sizdə bir xəta olacaq. O xəta nədən olacaq? Sizə deyəcək ki, sizin seçdiyiniz dillə ixtisaslaşma, xarici dillə ixtisaslaşmanız üst-üstə düşə bilməz. Siz onu dəyişməlisiniz. Əvvəlki sistemdə o xəta vermirdi. Tələbələr səhv qeydiyyatdan keçə bilirdilər. Amma burada, yəni hər hansısa bir uyğunsuzluq olsa, aşağı hissədə, baxın, görürsünüz bu pəncərədən aşağı altında olan pəncərənin aşağı hissəsində qeyd olunub qırmızı ilə. İmtahan bölməsində imtahan haqqında məlumat yoxdur. Biz hal-hazırda onu işləyirik. Yəni hər hansısa bir sıxıntılar, yəni 3 dənə problem ola bilər. Ən birinci öndə duran problemi orada görsədir. Onu əl eləyəndən sonra sonraki problemi orada görsədir. Və burada da onu qeyd edir. Biz də tələbəmiz istəyir ki, öz ixtisasında təhsil aldığı ixtisaslaşma dilini seçsin, xarici dil kimi ingilis dilini bu halda öz ixtisasına verə bilmədiyinə görə biz aşağıdan seçmirəm eləyəcəyik. Seçmirəm eləməklə bizim tələbəmiz MBA üzrə təhsil almaq istəyir, o proqram üzrə ixtisasları seçmək istəyir və hər şey hazır olandan sonra biz yadda saxla düyməsinə sıxırıq. Bizim tələbəmizin bütün məlumatları daxil edildi. Baxın yoldaşlar, qeyd elədiyim kimi bu səhifənin aşağısında ən son etməli olduğumuz və yaxud da bizə yaranan sıxıntılar, problemlər aşağıda qırmızı ilə qeyd olunur. Ərizə təsdiq edilməyib. Ərizəni özünüz təsdiq edin. Yəni artıq hər şey hazırdır. Bir tək təsdiq problemimiz qalıbdır. Onu eləməklə artıq tələbə bakalavrın elektron ərizəsini tam doldurmuş və imtahanla bağlı uğurlu müraciət etmiş sayılır. Yoldaşlar, bir şey də qeyd edeyim. Ola bilər ki, burada ərizənin doldurulmasında müəyyən bir səhvliklər olar. Hansı ki, artıq demin bu yeni sistemdə o səhvliklər error verir, siz qayıdıb nələrsə düzəltmək məcburiyyətində olursunuz. Əgər birdən olar o error baş verməzsə və yaxud da burada bayaq qeyd elədiyim kimi, baxın, bura girirəm yenə mən həmin hissəyə. Bayaq qeyd elədiyim kimi, xarici dil bölməsində siz ingilis dili üzrə ixtisaslaşıb, burada tutaq ki, rus seçib, aşağıda seçmirəm. Seçməklə yenə siz ancaq öz ixtisasınızdan başqa digər ixtisaslara verə bilirsiniz. Amma siz bunun fərqində deyilsiniz, bunu yadda saxlasanız, bunu götürəcəkdir sistem. Amma siz sonra fikirləşəcək, mən orada seçmirəm eləməklə səhv etmişəm. Bunu ta ki, ixtisas seçimi başlamayana kimi siz bunu Dövlət İmtahan Mərkəzinə müraciət edib düzəltmə imkanınız da var. Yəni əvvəlki illərdə bu imkan olub, mütləq ki, növbəti illərdə də bunu saxlayacaq. Yəni burada məsəl üçün siz rus seçmişsinizsə, ingilis dili üzrə ixtisaslaşmışsınızsa, rus dilini seçmişsinizsə xarici kimi, aşağıda ingilisi seçməklə yəni öz ixtisaslaşmanızı siz həm öz ixtisasınıza verə bilirsiniz, həm digər proqramlara verirsiniz. Axı siz xarici dil kimi öz ixtisasından fərqli dil seçmişsiniz. Amma bəzi tələbələr təcrübəsi eləyib burada seçmirəm seçməklə artıq öz müraciətini daraldırlar. Yəni ancaq fərqli istiqamətə, yəni öz ixtisasından başqa digər. Yəni belə bir halla qeydiyyatdan keçib sonra bunun fərqində olsanız, hətta ixtisas seçimi başlayanda da bu mümkün olur. Dövlət İmtahan Mərkəzinə müraciət edirsiniz, orada sizin pəncərədə müəyyən bir dəyişikliklər avtomatik siz
o seçmirən hissəsini orada Dövlət İmtahan Mərkəzi onu düzəldir, ingilis dili və siz artıq həm öz ixtisasınıza, həm də digər verə biləcəyiniz proqramlara verə bilirsiniz. Biz bu tələbənin əvvəlki məlumatlarını qaytarıq yenə. Tələbəmiz Azərbaycan bölməsidir və xarici dil kimi ingilis dilini seçir. İngilis dilini seçirsə öz ixtisasına verə bilmir və aşağıda, yəni tələbəmiz MBA proqramına qeyd etdiyim kimi müraciət etmək istəyir. Aşağıda seçmirəm olur və yadda saxlayır. Artıq yadda saxlandı və tələbəmizin bütün məlumatları, hər şey hazırdır. Bir tək təsdiq qalıb. Biz təsdiqi də balansımız 50 manat olduğuna görə təsdiq də eləyə bilərik və təsdiq et düyməsinə baxıram, bəli düyməsinə sıxıram və artıq tələbəmizin məlumatları doğru olduğuna görə təsdiq öz təsdiqini tapdı. Baxın, aşağı hissədə yazıb ərizə təsdiq edilib. İnşallah həm bu tələbəmiz, həm də bakalavr elektron ərizəsini doldurmuş bütün tələbələrin ərizələri uğurla təsdiq olunsun və imtahanda da hər birinizə bol-bol uğurlar arzulayıram.